Hər birinizi xoş gördük dostlar. Sekudex kanalına xoş gəldiniz. Mən Elvin Abbasov. Bugünkü mövzumuzda biz DNS haqqında danışacağıq. DNS nə deməkdir? DNS Domain Name System deməkdir. DNS bəs nəyə yarayır? DNS IP ünvanları ilə domen adları arasında əlaqə qurur, əlaqə yaradır deyə bilərik. Məsələn, biz girdik bura yazdıq. Məsələn, example.com yazdıq. Bu browser bunu gedib necə tapacaq, bunu hardan gətirəcək? Bu proses belə baş verir. İlk öncə biz ora example.com yazıb axtarışa verəndə, yəni enter-ə bastığımız anda o gedəcək birinci browserin keşinə baxacaq. Browserin keşində əgər axtarılıbsa, yəni həmin domenə uyğun IP varsa, onu götürəcək, gətirəcək. Əgər yoxdursa, sonra gedəcək lokal keşə baxacaq. Yəni bu routerun keşi və s. ola bilər. Buna gedib baxacaq. Əgər burada da yoxdursa, gedəcək etc host faylına baxacaq. Bu Windows'da System 32'nin içərisində yerləşir. Sonra gedəcək, əgər burada da yoxdursa, sonra gedəcək rekursiv DNS-ə baxacaq. Rekursiv DNS. Buna DNS Resolver da adlandırırlar. Əgər burada da tapmadısa, gedəcək root name serverə. Root serverə gedəcək. Bu zaman sorğu artıq internetə çıxmış olacaq. Əgər burada da yoxdursa, gedəcək TLD-yə baxacaq. TLD-də belə deyək də, root name server bilməyəcək, onu TLD-yə göndərəcək. TLD-də də artıq bunun uzantısını tapa biləcək. TLD nədir? Bunun haqqında da danışacağıq. Top level domain də açılışı TLD-yə göndərəcək. Məsələn, o da uzantısının nə olduğunu tapacaq. Məsələn, azdır ya comdur, onu tapacaq və onu authoritative serverə göndərəcək. Son olaraq da authoritative server həmin domenə uyğun IP-ni tapacaq və gələcək browserə axtarışa verəcək və həmin sayt açılacaq, belə deyək. Bunların hər biri əvvəlki mərhələ olmasa məntiqi ilə baş verir. Məsələn, əgər browserin keşində tapsa, bunların heç biri baş verməyəcək. Əgər burada tapsa, bundan sonrakinin heç biri baş verməyəcək deyə bilərik. TLD nədir? TLD belə deyək, top level domain uzantısını təyin edir deyə bilərik, saytın uzantısını. TLD iki yerə bölünür. General TLD var, bir də ki CC, yəni country code TLD var. Bunlar nədir? General TLD-yə .com, yəni ümumi TLD-ləri .com, nə bilim, gov, org və s. aid eləyə bilərik. Country code TLD-yə isə ölkə uzantılarını əlavə edə bilərik, daxil edə bilərik. Buna az, nə bilim, ru falan daxil edə bilərik, əlavə edə bilərik. Və belə deyək, gəlin bir dənə sayt götürək. Məsələn, example.com, buraya yazaq salam.example.com. Burada .com gördüyümüz kimi TLD-dir. Example second level domaindir. Yəni TLD-nin yanında olan second level domaindir. Necəsən? Subdomaindir. Salam subdomaindir. Yəni TLD-nin yanındakı second level domaindir. Ondan soldakı belə desək, hər biri subdomain adlanır. Bir domainin max 253 simvol ola bilər. Second level domain isə maksimum 63 simvol ola bilər. Bir domenin tam adı FQDN adlanır. Bu Fully Qualified Domain Name deməkdir. Bir də belə deyək, DNS rekordları var. Hansı ki, bunlar nədir? DNS rekordları IP ilə domen arasında əlaqə qurur. Bəzi DNS rekordları haqqında danışaq. A rekordu var. 4 dənə A var. Sname rekordu var. Daha sonra MX rekordu var. Niyə offline-ıq? Bir dəqiqə. Reconnect.
belə deyək, Snem rekordu var, MX rekordu var, TX rekordu var, A rekordu var. Belə yazaq, 4 dənə A rekordu var. Bunlar nədir? A rekordu IPv4 ünvanlarını yadda saxlayır. Bunu IPv4 4 dənə A rekordu IPv6 ünvanlarını yadda saxlayır. Daha sonra Snem rekordu 2 fərqli domeni bir domen altında birləşdirir. Bunu nümunə olaraq belə deyə bilərik ki, məsələn, biz hər hansısa bir onlayn shopping zamanı məlumatlarımızı, səbətimizi təsdiqləyirik və biz ödəniş etmək üçün bizim saytımızın içində başqa bir sayt açılır və biz kart məlumatlarımızı ora əlavə edirik. Bu Snem rekordu vasitəsilə baş verir. Yəni iki fərqli domeni bir domen altında birləşdirir deyə bilərik. MX rekordu e-poçt ünvanların falan yadda saxlayır. Yəni e-poçt ünvanların falan yadda saxlayır deyə bilərik. TX-i də ki, mətnləri, yəni bildiyimiz kimi mətni falan yadda saxlayır deyə bilərik. DNS default olaraq 53 portundan istifadə edir. Portu 53-dür. 53 portundan istifadə edir və UDP-dən istifadə eləyir. Amma yəni bəzi hallarda DNS TCP-dən istifadə eləyə bilər. TCP-dən istifadə eləyə bilər. Bunu deyə bilərik ki, nə zaman istifadə eləyə bilər, soruşa bilərsiniz. Bundan o zaman istifadə edir ki, məsələn, bizim göndərdiyimiz, belə deyək, əsasən TX rekordunda olur. Bizim göndərdiyimiz əgər mətn 512 baytdan böyükdürsə, 512 baytdan böyükdürsə, o zaman burada truncation bit aktiv olunur. Bu zaman da yəni mətn UDP limitin keçir deyə bu zamanda götürür TCP-dən istifadə edir və mətni hissələrə bölərək TCP vasitəsilə ötürür deyə bilərik. Bəli, DNS haqqında danışa biləcəklərimiz bu qədər idi. Ümid edirəm video maraqlı və öyrədici şəkildə keçmişdir. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.